Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bir gözəl qardaşlar, bu günləri 8 martdır. Mən başta şəhid analarımız, şəhid bacılarımız olmaq şərti ilə bayram münasibəti ilə hər birini təbrik edirəm. Dünya Azərbaycanlılarımızın yaşayan fərqi yoxdur. Azərbaycanda, Rusiyada, hansısa bir ölkədə bütün dəyərli ana bacılarımızın hər birini mən 8 Mart bayramı münasibətilə hər birini təbrik edirəm. Allah gözəl günlərə çıxartsın, hər birini xoşbəxt eləsin. Həyatda uzun ömür, can sağlığı arzu edirəm. Dəyərli qardaşlar, dəyərli insanlar, gözəl qardaşlar. Buyurun, baxın. Hal-hazırda bax şaroldu, suyunu maylanma, sort maylanıb, bax bu da şaroldu, balaları və birinci, ikinci, üçüncü, iki dənə də içində dördüncü qarın inəklərdir. Südləri 15 litrə qədər səhər axşam verir. Bu da yəni hamısı sortdur da demək olar ki, balaların. Qardaş, qiymətləri 2500-dən 2700 arasında dəyişir. 15 baş heyvandır, 13'ü balalıdır. İkisi bu yani inek diyoruz da bu erkekten aldı. Prosta kısasında şey var, sonra dersiniz ki bu niye böyle bir şeydi? Yok yani kırılmıştı o vaxt gələndə. Deməli gözəl qardaşlar, gözəl insanlar. İnəklərimiz hamısı gözəl. Hər qiymətə var. Bax şarol balaları var. Sort balaları var. İçində 2 dənəsi. Biri 2 aya doğasıdır. Biri hardasa 500 günə doğasıdır. Yəni 15 baş cəmi heyvandır. Gəlin qardaş, yoxlayın aparın. Bax bu da indi balaları salacağıq, körpədirlər. Balalar hamısı da sort. Bax, hamısı sort. Suyunu maylanmalı balalar. Gəlin qardaş. Deyir bax bu da bax, balasıdır erkək. Görünə boyda balası var. Buyurub baxa bilərsiniz. Balad altında əmir. Yenidən də boğazdılar. Hamısı da mayalanıb suyunu mayalanmayla. Bax, içində şər oldu. Bax, bu da şər oldu. Sort heyvanlardır. Gəlin qardaş, ünvanımız Samux rayonu Tatlı kəndindən. 050 571 71 57 ilə əlaqə saxlayın, gəlin. ...15 baş heyvandır. WhatsApp'da yazın, mən sizə cavab verəcəm. 050 571 71 57.